Mehdilik iddiasındasınız, İmam Mehdi olduğunuzu iddia edirsiniz. Bu haqda izah edərdiniz. Ümumiyyətcə, mən bir neçə müsahibələrində vermişəm ki, bu neysə sual biraz düzgün gəlmir. Bəzi insanlara, dindarlara qarşı çox qızıqlandırıcı olur iddia eləmək. İndi əslində onun nişanə əlamətlərini gəzdirən bir insan, ancaq bu hələ Allah tərəfindən təsdiq olunsa da, Peyğəmbər tərəfindən hədislərdə 32 nişanə ilə 300 əlamət üst-üstə düşsə də, internetdə 80-dən çox videolar var, hamısını izləmişəm, hamısı mənə aid olandır. Yazılarımda da yazmışam, bir kitablıq bu sübut dəlillər var, Peyğəmbərə bənzəri. Ancaq yenə də, məsələn, artıq gizlədiləsi halda ölür, həqiqətən də onda olacaq bütün nişanələr. Məsələn, xırda cizgi-mizgi olar, o bəzi bir insanlarda da ola bilər. Bir ikisi, məsəl üçün, əl üstündə xalı, aralı, məsəl üçün, deyir, sol əlində, üzük parmağında qopuq olacaq. Məsəl üçün, bu nişanələr, xallar, sinəmi yarığı, başında əlamət, dokuğa sadalamaqla qurtarmaz. Mən onlara söykənmirəm. Əsas odur ki, Peyğəmbərləri bənzərlik lövh hədisində, əsas odur Həzrət Fatimə annəsi. Videoda mən, məsəl üçün, 40 dəqiqəlik qısaldılmış şəkildə bütün Peyğəmbərlərin həyatları haqqında, əlamətləri, nişanları, məndə cəm olduğunu, hamısının, heç bir dənəsi orada əskiklik yoxdur. Bir 40 dəqiqə yerləşdirmişəm YouTube-da nömrələrlə. Ancaq bu da yenə məsələmi, kəramət də, möcüzə də seyidlərdə ola bilər. Məsələn, mən Həzrət Fatimə annəsindən, ola bilər seyiddir, məsəl üçün, əlində kəramət var, xəstələrə şəfa verir, o da o demək deyil. Öncə görmən Astradamus'da o demək deyil ki, sən məsəl üçün Həzrət Mehdisən, bəziləri Peyğəmbər kimi deyir. Bu yanlışlıqlardır. Ancaq əslində bəli, düz deyirsiniz. İndi bizim, məsəl üçün, şiyələrlə sünnilərdə biraz bir-birinə eyni ümumi məxrəcə gələ bilmirlər. Nədir? Doğum məsələsində. Məsələn, 1200 illik hesab olunur, sünnilərdə deyir, doğulacaq yenidən. Bütün Peyğəmbərlər kimi ana bətində. Bu, ispat olunur. Onların hədisində var. Bu, ancaq real həqiqət budur. Yəni, onun gələcəyin işi, gələcəkdə bilinəcəkdir ki, bu, o ruhdur, o zaman ki, ruh gəlib bətinə, yenidən o həmin bir qadın bətində, yenidən doğulub. Doğulmağının vaxtını sübut edən məndə dəlillər var. Məsələn, 1962-də rəsmi elan olunub dünya miqyasında. Kitab var məndə, lazım gəlsə internetdə var. Yəni, çox uzun bu mövzu, çox böyük mövzudur ona görə. Ancaq, məsələn, qeybət suğra ana bətində doğulmalı, 9 ay bətində olduğum, həmd sura, Qurana bağlılığım, həmid atam sura anam, Qurandan doğulmaq, Quranın Fatihə surəsinin 7 ayəsi, 7-ci imamın nişanəsi, əlaməti, Peyğəmbərin adına adımın oxşarlığı, atasının adına, atasının adına, atamın adına oxşarlığı, Hamdullah, Abdullah, Həmid atamdır, Abdullah onun atası, Kazım mənim adımdır, Musa Kazımın adı, Musa Mustafa bənzərliyi, imam adından Peyğəmbər adının bir-birinə oxşarlığı. Yəni, tək bu deyil, çox məsələləri var. Tək adlarda deyil, hər şeydə Allahla bağlılığı, məsələn, Allahın 9-cu adı Əziz, mənim soyadımdır, həm də təxəllüsümdür, 9 rəqəmi başında. Allaha bağlılığımın elə bir kitablıq mövzudur. Üzr istəyirəm, Kazım bəy, deməli, şiə sünni mənbələrindən dediniz. Bildiyimiz kimi, bəli, Əhl-i-Sünnətə görə 12-ci İmam Mehdi doğulmalıdır. Amma şiə əqidəsinə görə 11-ci İmam Həsən Əskəri əleyhissalamın övladını deyirlər ki, indi o ki, Samirə şəhərində doğulub, sonra qeybət çəkilib. Hətta bugün məşhur fərəz duası da var ki, onun imamın zuhurunu məsələn gözləyirlər. Bunu siz necə uzlaşdırıb Onu fərziyyələrdir. Əslisində məndə kitab var, Sahib Zamanın, Şeyx Abbas Qunun Sahib Zaman kitabında. O da hədislərə istinad edir. Əslisində bu şəhər Samirə şəhərdir. Surreymən Ra şəhər deyirlər. Sur, sözün köküdür, surə, anamın bətir. Suriya, Suğra, anamın 3 adı var. Bir adı var, Sovet vaxtı Sura. İkinci adın indi pasportda yazıblar surə. Heç kəs bir hərfi dəyişə bilməz. Avtomatik Allahın iradəsindən bu dəyişib ki, qeybət suğra. Ətrafdakı insanlar, Bakı cəmaatı, biz Qərb Azərbaycandan köçmüş, suğra çağırırlar. Gəlib yoxlayacaqlar. Bu hamısı sübut dəlildir. Burada yalan ola bilməz. Qeybət suğra. Yəni doğulduğunun, yəni doğulan indiki zamanda doğulacağını Bədüzzaman da deyib. İndiki zamanı, 100 sənə sonra, indiki zamanı. Tək o deməklə deyir, hadisələr göstərir. Peyğəmbərin hədisindəki qara bayraqlılar, Suriya məsələsi, Azərbaycanın işğalı, Qarabağın işğalı. Bunların hamısı
indiki zamanda zuhuru, məsələn üçün zuhur məsələsinin indiki zamanda elə indi yox, 2002-ci illərdən sonra yeni əsr, Qızıl əsri, Lodsə əsri bilirsiniz də, İmam zamanının əsridir. Bu əsrin başlanğıcından bunun çıxışı gözlənilir. Bu da qara qüvvələrlə mübarizədədir. Yəni bura imkan verir. İndi bəziləri deyir ki, Allah səhəbi, Allah istəsə, nə bilirsən, bu Ramazanın 23-cü günündə bəlkə Allah göydən sədanı elə bu il göndərdi 17-ci il. Onu Allah bilir, Allahın sirridir. O ki, qaldı tarixləri deyirlər. Məsələn, 1200 yaşında gələni, əgər gələcəksə, nəyə görə Cəfər Sadıq deyir 35 yaşında? Nəyə görə Peyğəmbər deyib 30-40 yaşlarında? Nəyə görə 3 cürə variantda var, 40 yaşında gələcək. 40 yaşında dünyaya çıxıb, 2002-ci ildə Papa Rimski ilə görüşüm. Şimdi bunlar asmaqla vaxt taparım, ona görə qısa bilirlərdi. Mən tanıyan jurnalistəm. 200-dən çox qəzetdə yazdım. Roma Papası ilə görüşümü dünya gördü. Ancaq ilk dəfə də bir dənə televiziya kanalı deyə bilməz ki, ya heç qəzet də deyə bilməz ki, məsələn, 35 yaşına qədər 62-də doğulmuşam, Peyğəmbər rəqəmində 62-ci il. 17 tarixdə doğulmuşam, Məhəmməd Peyğəmbər də 17 tarixdə, qeyri-adi insanlar da doğuldu, olsa bizə müqəddəs bürüşdü. Ola bir kənara. Yəni ki, 95-ci, 7-ci ildə neçə yaşım oldu? 35, tam. Fevral ayında 17 yaşım, 17-sində tamam olacaqdı, olmuşdu. 4 gündən sonra Ziya Bünyadovun ölən günündə ilk dəfə mən çıxmışam efirə. Efirə çıxandan sonra qəzetlər yazıb mənə. Bir dənə qəzetdə 18 il mən Padriyat bütün qəzetlər yazıb, şeirlərim çap olub, haqqımda müsahibələr dərc olub. Bir dənə qəzet redaktoru deyə bilməz ki, fevral ayına qədər mən sənin bir dənə balacı şeirini çap eləmişəm. Eləmir də. Efirdə məni canlı efirdə gördülər, oldu çıxışım oldu Ziya Bünyadov ölən günüsü, Allah Taala açdı o günüsü məni çıxartdı Azərbaycana. Bax, həmin 35 yaş üst-üstə düşür. 40 yaşda Roma Papası gələndə 2002-ci il yenə 40 yaşım üst-üstə düşür. Yəni bunlar kiçik detallardır. Məndə böyük detallar var. O qədər məndə Allahın sirləri var ki, heç bir peyğəmbərə Allah o qədər möcüzələr bəxşəyəndir. Həyatımda taleyində oxuyası, yağışın yağmalı, qarın, zəlzələnin baş verəcəyi, öncə görmələr, onlar da kənara qoyur. Sizin yazılarınızda, yəni mən izləmişəm sizin yazılarınızı. Adətən, məsələn, mən orada bütün dünya ölkələrinin ümumbəşəri dəyərlərdən, məsələn, söhbət gedir. Mən xüsusi olaraq sizə nəyə soruşmaq istəyirəm ki, sizin missiyanızda Azərbaycan xalqı üçün, madam ki, siz Azərbaycandan, belə deyək, fəaliyyətinizə başlayırsınız, iddianızı Azərbaycanlı olaraq irəli sürürsünüz. Ona görə bizim xalqımız üçün sizin, necə deyim, missiyanız nədən ibarətdir? Bizim xalqımıza sizin faydanız? Azərbaycanla Türkiyə, başqa millətlərə də, İslam, məsəl üçün, deyək ki, müsəlman, özbəkdir, tatardır, o qədər fərq qoymuram, çox. Hər millətin yaxşısı, pisi var, hətta dinlərə də önəm vermirəm. Özümdən asılı deyil. Bu Allah Taala'nın məsəl üçün xristian dünyasının müsəlmana gəlməsi üçündür, yahudilərin məsəl üçün İslam'a gəlməsi üçündür, bütpərəstlərin gəlməsi üçündür. Ancaq yenə də əlbəttə öz vətənimiz, torpağımız, bu qeyrətimiz, vicdanımız, anamızın vətəni, anam Qazaxlıdır, ana vətəni işğaldadır. Qarabağ deyirsiniz, Qarabağ elə mənim sinəmi xozalıdır, sinəm yarılıb. Qarabağ onurğa sütunumdur, Qarabağ mənim yanımda şəkili var, Qarabağın Qartal şəkili də var. Sağ qolumda Qartal, Rusiyanın Oryol şəhərində olmuş, onun gerbinin üstündə var nişanı. Qarabağla bağlı, Qarabağ Kazım Paşadır, Qara Seyid Ucağımdır, Qarabağla babamdır, Qara Fatma nəslimizdir. Bütün yanı Qarabağa sıx bağlılığım, saysam yarım saat vaxt lazımdır ki, mən Qarabağ üçün Allah Taala yaradım. O ki qaldı, deyirsiniz Qarabağ. Əlbəttə, mən orada qan tökmək, ehtiyac yoxdur. Allah istəsə. Məsələn, mən də istəsəm, Allah gərək istəsin ki, mən istəyim daha. Mən, məsələn, Ermənistan yerinə yeksan olur. Allah Taala ilə bütün ermənilər çıxar orada. Özümüz düz olmalı. Qardaş, öz millətimiz, bizim elə şiələrimizin radikalları, iftiralar atır, söyüşlər. Mən neyinəm? Allaha qarşıyam, Peyğəmbərə qarşıyam, əstağfurullah, imama, heç birinə qarşı. Əksinə, İmam Hüseyin matəmində mən göz yaşı tökən mən, İmam Hüseyin mərasimində qanım tökülən mən, İmam Hüseyinə bağlı, Həzrət Əliyə bağlı, kürəyində xəncər yarası, namaz qılanda kürəyimdə xəncər yarası, o qədər bütün əlamətlərim hamısı saymaqla qurtarmaz. Yəni imamlara, peyğəmbərlərə bağlılığımı Adəmdən tutmuş Rəsullaha qədər bütün İbrahim Peyğəmbərin taleyi, oğlunun qərib düşməyi, imamlara bağlı Musa Kazıma, Əlib oğlunun qərib düşməyi. Yəni ki, bunlar bir böyük külliyyatdır. Onun müqabilində belə bir insana, heç olmasa məsələn bir seyid kimi saymır şairə, onun kimi saymır əlilə, heç insan saymasın.
Məsəl üçün deyirəm, yəni bir insan kimi də insanpərvərlik kimi, rəhm, mərhəmət məsələsi var da. Sən Allah'ını tanıyırsansa, gərək bir sənə əxlaqın olmalıdır, qabiliyyətin olmalıdır. Bu nədir? Bax, ona görə içimizdə düzələndə inşallah Allah Taala yerinə yeksan edər. Ora. Mehdi ordusunun da səsini eşidən kimi qaçacaqlar. Türklə birliyimiz, Türkiyə məsəl üçün, indi Türkiyə bir zaman Avropaya görə girişmirdi, Rusiyaya görə. İndi Rusiyanın Putin məsəl üçün baş nazir olanda məni tanıyırdı, görüşmüşdüm Ariolda. Mən onun prezident olacağını da demişəm özünə şəxsən. Hətta sağ qolumda Rusiyanın gerbinin üstündə olan, qartaların üstündə olan 3 dənə xaç işarəsi var. Ayağımda prezidentin simvolu var, Rusiyanın prezidentinin ürək şəkli. Yəni, çox məsələlər var, dolça bucaq. Yer gəlmişkən Erdoğanla da görüşmüşsünüz də? Bəli, Erdoğanla baş nazir olanda 2013-cü ildə görüşəndə Türk dünyasının lideri, İslam dünyasının öndəri, hansı ki orada prezident vardı, Cumhurbaşkanı vardı, Abdullah Gül. Mən onu dedim, amma indi göz başkan oldu. Başkan olacağını da məsəl üçün. O prezident olacağını öncədən 2013-cü ilin noyabrında görüşdü və 2 dəfə görüşmüşəm. Birində Diyarbakırda, ikinci Ankara'da. Buyurun. Sizin xarici dövlətlər barəsində, onların gələcəyi barəsində bəzi proqnozlarınızı biz görürük. Ona görə sizə belə bir sual ünvanlamaq istəyirəm ki, ümumiyyətlə Azərbaycan xalqının gələcəyində, məsələn deyirsiniz ki, Erdoğanı neçənci ildə demişsiniz, məsələn onun prezident olacağını. Tutaq ki, Azərbaycan haqqında sizin siyasi proqnozlarınız, ümumi proqnozlarınızı eşitmək istəyərdik ki, məsələn Qarabağın taleyi ilə bağlı, tutaq ki, siyasi üfüqdə kimin parlayacağını, məsələn... Bütün qədim torpaqlarının da birləşməyi olacaq Azərbaycanda, ancaq məsələn, içəridə bir imam məsələsi var, birlik məsələsi var, həmrəylik məsələsi olur, ədalət. Əsas birinci növbədə millətimizin içində ədalət, bir-birinə məhəbbət, sevgi qarşılığı olandan sonra Allahın da mərhəmət qapısını açacaq, Qarabağın düyününü də açacaq Allah. Allah bağlayıb Qarabağın düyününü. Cənubda Azərbaycanla məsəl üçün Turan da qurulacaq. Bunlar cüzi, çox asan məsələ. Əsas o da inan məsələsi. Bax, Allah Taala verib, göndərib, 300 dənə əlamət verib. 300 dənə, mən aşağısı sadaladığımı deyirəm, amma 600-dən yuxarıdır. Gündə çıxır biri, gündə birini internetdə eşidirəm, hədisdə eşidirəm, baxıram məndə. Baxıram məndə. Bu 3 dənə deyəndə bəzilərin gülməyinə gəlir. Birini tapmışam bunu. Birini almışam, birini də hədiyyə ediblər. Üçündə də kral yazır. Mehdiyə də deyirlər, Kral Mehdi. Nasradamız yazır ki, kral. Doğulduğum yerə qədər yazıb Qərbi Azərbaycan, yaşadığım yerə qədər Volqanın töküldüyü Hövzənin sahilindən çıxacaq bəşəri xilaskarı. Buna göz yuman milləti Allah Taala ona görə salıb çalır. Vəzifələrində neçə nazirlər, neçə generallar dünyasının deyil, 100-dən çox. Mən bunu Respublika prokurorluğuna da, prezidentə də, prezident aparatına da hamıya yazmışam, sübut dəlili də ki, var ki, generalların adlarını ki, bax, sübutum da var, şahidim də var. Mənə məsəl üçün təhqir edici telefonda bir söz deyib, Aynes kanalının hadisə Mirşahın özü olsun. Mən deyir, bekar da öləm deyir, mən narahat eləmə. Birində də başqa söz, SMS-i saxlamışam. Yəni ki, lap elə efirində mənə söz vermədi. Elə onunla bağlı bir sual vermək istəyirəm. Ailəsi prezidentin özü mənə şəxsən mətbuat günündə söz verdi, 1 il keçdi üstündən mənim haqqımda veriliş hazır eləmədi. Biz adətən bu dini Vahidin doğum əqrabası yəqin eşidər. Mənbələrdə dini, məsələn, din aləmində adətən din müqəddəslərinin, peyğəmbərlərin, imamların məsələn, daha humanist və daha rəhimdil, bağışlayıcı olmasının şahidi oluruq. Təbii ki, mənbələrdən indi biz onların dövründə yaşamamışıq. Məsələn, hətta bilməmiş olmazsınız, Həzrət Peyğəmbərimizi Taif şəhərində daşqalaq edirlər. O Cəbrail əleyhissalam gəlir ki, iki dağı bir-birinə çırpaq məhv olsun bu qoyum. O deyir ki, mən rəhmət Peyğəmbəriyəm, mən o ümmətimi bağışlayıram. Ancaq sizdə bəzən belə deyək ki, bayaq özünüz də qeyd elədiyiniz kimi, yolları var. Məsələn, deyirsiniz qarğış kimi, başlarına bəla gəldi, məsələn, bunların... Mənlik deyir, Allah eləyir onu. Allah görk eləyir insanlara ki, insanları qorxutmaq üçün. Quran-ı Kərimi aç, hamısında Nuhun zamanında bəyəm Allah'a şikayət eləmir, Nuh Peyğəmbər eləyir. Musa Peyğəmbər demir, Rəbbim deyir, onları yox elə, məhv elə, Firavunun adamı eləyir. Mən ancaq deməmişəm Allah, Allah özü eləyir, mənə görə eləyir. Bilirsiniz nə təhər deyim sizə? Biri var ki, fiziki xəsarət getirəm, məsəl üçün ziyan çəkən, maddi izatda, onları, mən heç vaxt onlara qəzəblənmirəm. Məsəl üçün, sağ salamatdır, sinəmə bıçaqla vuraq, Zabratda yaşayır, 3 litr qanım gedir, $5000 pulum gedir.
Sonra 3 il sonra oxumuşam ki, bu İsa Peyğəmbərdir. Məhəmməd Peyğəmbərdə köksün yarığı, bu Allahın işidir. Allahın əmrindən. Bu mənəvi zərbə vurmuyor mənə. Ancaq bir də var mənəvi, gəl sən torpağını al, saat. Qarabağ nəyə görə gedib? Anamın torpağının 5-dən biri qonşudadır. Atamın, dədə baba torpaqlarımız ermənilərdə olduğu kimi, dədəmiz 80 sot torpağının hamısı dərəduzlarda alır, satır bu günə qədər. Qoy prezident parmağını qoysun. Öz həyətimdəki torpağı gəlib, alıb dərəduz yerə yarı qiymətlə, onun pulunu da ödəməyib. Həmin adam həyətimdə 15 sot torpağının 3 sotunu. Məhkəmədə olub. Bunlar hamısı nə deməkdir? Yəni Qarabağ 5-də 1%, 20%. 20% atamın da, anamın da, özümün də torpağı. Təsadüfdür, üst-üstə düşdü. Qardaş, indi bir dənə söz deyəsin. Sahibi zamanın Mehdinin ləqəbləri var. Bütün ləqəblərini araşdırmışam, hamısı məndən üst-üstə düşür. O ləqəblər ispat edir ki, indiki zamanda gələcək, doğulacaq Mehdidir. Məsələn, bir adı deyir Şərit. Şərit mənasını da yazır, uzaqlaşdırılmış. Nə onu tanıyıblar, nə onun qədrini biliblər. Bu bir. İkinci deyir, Qərim adı. Həm borcludur, həm borcunu tələb edən. 5 yaşında uşaq qeybdə olub, 1200 yaşında gələn kimə borclu olur? Nə sübut eləyə biləcək kimə borcluyam? Ya kim mənə borcludur? Bu ləqəb nə deməkdir? Borclu borcunu tələb edən. Bu kimi bütün ləqəblərini öz üzərimdə eksperiment aparıb sübut eləmişəm ki, indi bir variantında deyim, ən real variantı ki, hansı ki, indiki zamanda bu doğulacaq, indi deyil. 5 yaşında Mehdi qeybə çəkildi, cisman o gəldi, deyək ki, bəzilərinin dediyinə görə, niyə imam deyir ki, 35 yaşında göndəriləcək? Niyə Peyğəmbər deyir ki, 40 yaşında gələcək? Yəni, dünyaya çıxacaq, üzə çıxacaq, düşünülə 1200 yaşında olacaq. Bəziləri deyir, yox, bu görünüşü 40 yaşında görünüşü olacaq. Xeyr, lap onu qəbul edir. Yaxşı, 40 yaşında görünüşdə 1200 yaşlı imamımız gəldi. Düzdürmü? İndi deyək ki, siz ilahiyyatçısınız da, gözəl dindarsınız, siz onu nətər qəbul edə bilərsiniz? Əgər, məsələn, necə o sübut eləyəcək sizə ki, məsələn ki, köksüm yarıqdır, bax bu, dişim sınıqdır. Bu deyəcək, alnım çapıqdır, Peyğəmbərdən alnım çapıq olub bu döyüşündə, düzdürmü? Məsələn, sağ qolunda əlamət yazılıbda nişanələri ki, ayaqlarını yeriyəndə pəncərə yana atacaq, topuqları nazik olacaq. Nə üçün topuğu nazik olmalıdır? Az qalıb imam o zamanda 1200-i, topuqları ona görə arıqlı, xeyr, onurğa sütunu qırılır, qırılmayıbsa onurğa sütunu, nəyə görə cənnətdən ona əsa gələcək? Əsa ilə qoyun otaracaq, imam gələndə. İndi variantlarını deyəcəm, subutun. Deyir ki, yürüyəndə deyir, qaməti Peyğəmbərin hədisidir. Reyhanın gövdəsi hansısa ağacın budağına bənzəyir. Ağac budağı əyri olmur? Olur. Həmin məsələdir. Bir dənə hədis də dünən tapmışam. Tapmışam deyəndə internetdə oxumuşam. Dəhşətə gəlir. Deyir ki, Mehdi deyir, qartala bənzər deyir, yerişi olacaq. Başını aşağı dikib qartala bənzər. Qartalın qanadları uzun olur, düzdürmü? Mən deyək ki, əllərimi açıb belə yerisəm, qartalın qanadı belə deyir də, uzundur. Əsaları götürün bir dənə yeriyəndə baxasınız, qartala bənzəyir. Ağ atın deyir, belində gələcək. Ağdır rəngi, alimin. O, əl tutan yeri var, atın ayaq qoyulan yeri, üzəyini oxşuyur. Yeriyəndə 4 ayaq gedirəm. 2 əl, 2 ayaqda. Bu da at yerişinə bənzəyir. Çox şeylər var. Bunlar hamısı məcazi mənadadır. Mən indi durub iddia eləmirəm ki, mən məsəl üçün, mən nə din gətirmişəm, nə mən... Məsələn, deyilənlərə, oxuduğuma, bildiyimə görə həmin gəlir üst-üstə düşür. Mən əvvəllər uşaqlıqda cəhsiyyət elə bildim ki, gələndə səslə gəlir. Yox, səs gələndə qəlbimə, elə qəlbimə gələn gəlir. Gəlməsə bu qədər qəzetdə dəli deyirlər, jurnalistlər, bu boyda qəzetlər. Fuad Ələsgərov dedi ki, bunun 5-i yalan yazıb, onu səhv yazsın. Siyasi qəzetlər yazıb dedi, bu qədər Rusiyanın, Türkiyənin dövlət qəzetləri yazır. Bunda dedi, həqiqətən nəsə vardı. Allah adamıdır ki, bu yazıblar. Mənim ali savadım yox. Mənim deyəsən, bəziləri vardı, indi adını çəkmirəm, həm yerlimdir, gözəl də jurnalistdir, çox məşhur adamdır. Qatdi deyəsən, qəhrəmansan, sən deputatsan, qəzet səndən nə yazsın?
Ancaq özün qəzetdən sonra işdən çıxartdılar, redaktor müavini idi Dövlət qəzetində. Həmin qəzetdə 3-4 dəfə mənim yazım getdi. Kazım Yəni bəy, ki, o deməklə deyil, Allah özü bilir. Buyurun. maraqlı söhbətlərinizə görə sizə çox təşəkkür edirik. Təbii vaxtımızın məhdudluğuyla əlaqədar üzr istəyirəm. Mən sizə təşəkkür edirəm. Dəvətimizi qəbul etdiyinizə görə çox sağ olun. Maraqlı söhbətə görə də bir daha təşəkkür edirəm. Çox sağ olun. Sağ olun.